Herkese salamlar dostlar. Bugün Car Simulator 2 devam ediyoruz. Dostlar bugün Car Simulator 2'de akşama basılıyor. Den günü bir tane çağırırlar. Bugün dostlar Car Simulator 2'de bir tane maşın alaq mı sizlerle? Olsun ki ben de almaq istəyirəm. Car Simulator 2'de bir tane maşın almaq günün diyor. Yığ bir tane alaq görək. Həm də yeni güncəlləmə ilə gələn maşınların birisini bugün ilk dəfə sizlərlə alıram. İşarəliyim bu galeriyə. Sizce o hansı ola bilər? Pulumdan da anlıyorsunuz. Nissan Silvia var idi dostlar. Onu bir Abbas ağa dostum da aldı. Mən də alacağım onu. Onu alıb nağarım bilmirəm amma mən o maşını əminəm ki bəyənəcəm. Nə tərsə alacağım o maşını, yəni keçirəcəm əlimə. Maşın nə tərsə ona da baxacağım əlbəttə. Baxılırsa dostlar ilk dəfə yeni güncəlləməyə gələn maşınların birisini sizlərə almış olasıyam. Yəni baxılırsa Car Simulator 2-ni ilk maşını hani əlimizə gələcək. Bir yavaş günlərdə də BMW X5-in kasasını almaq istəyirəm. 150.000 kriptoya kasacağım onu. Abbas ağaya xəbər eləyəcəm. Gəlsə əla, ondan qəşəng bir dənə pul kasaq. Yaxşı da oynayaq yəni. Bitdən dönənmədi maşın. Anlamadım nələrsə olan maşın dönmədi orada. Orada polis var qabağımda. Polis olmadan oradan keçim elə. Polis bu saat ayda. Eləmə də polis, eləmə də. Polis gəldi dalımca ya. Polis gəldi ya. Dayan indi mən oradan bir dənə yayanım. Galeri tərəflərə. O da yerinə toza buraya qədər gəldim. O nə hardım mən bunu uçurdum. Den polis tam arxamdadır. Allah. Bu da bura gəlməz. Çətindir bu saatdan sonra və getdi polis. Artıq polis bizim nomumuza düşənməyəcək. Bura gəlirik. Sizlərlə bərabər yeni bir dənə maşını buradan alıram. Nə tərsə onu verəsiyəm mən. 100 salsa bunu da ala bilərəm məsələn. Bax burada bir Mercedes var idi. Onun anahtarı olsun mən əlimə keçirəcəm. Bu da var işin ucunda çünki alacağım. Hazırsa bunu alırıq. 245.000 imiş. Baxın görün burasına. Şanadır, yəni qəşəngdir. Bagajı bə. Həqiqi Nissan Silvia'dan bu. Həqiqi yəni. İçine oturum. Sağdan direksiyondur bu arada bu maşın. Sağdan direksiyon. Alıram mən maşını mən 245.000'e. Getdi. İndi baxır orada polis var deyəsən. Məsələn mavi işıq bu da qaldı. Baxım görüm indi işıqlara. Bu da əla yəni. Əla ki əla. Mən bunu sevmiş olacağım belə gəlsə. Yine trafiği bağlayayım. Bir dənə top speed görmək istəyirəm mən buna. Bu arada maşın mən bilən yaxşı bir maşına oxşayır. Buradan yaylanıb indi doğru gələcəyim. Ha mavi nə də mavi işıq yandı qaldı elə. Dayanın bir də yandı. Çünki birdən yanıb sonra nə hardığımı bilmədim. Bu arada buna nə qədər çalsaq və artıq. Ayda bir dəqiqə gör. Bu arada bu da dəyişdi. Belirlenen süre içinde küçük bir alana dağılmış tüm nesneleri bulun. Bu dəyişdi da. Artıq bunu dəyişdirirlər daha normal yazı olaraq bilirik onu biz. İndi buradan doğru tavsiyə görək bunu nə tərcih edir.
Hə, əladır yəni bu da. Baxılırsa bunun özü yaxşı gedir. Top speed-dəkədir bə. 235. 235'i gördü ha bu. Drift maşını bile deyibilərik yəni biz bunu. 2'li sıfırlayayım hemen. Var 2'li sıfırlayayım. Artıq 2 də sıfırlandı. 2'nin özü də sıfırlandı yəni. Nissan Silvia güncəlləməmizin ilk maşınıdır bu. Maşınla qəşəng gedir ha. Maşın gətirməyə yəni qəşəng gedir. Nə deyim yəni burada bildik bir şey yoxdur. Maşın bildiyin yaxşı gedir ha. Polisdən qaçışım. Daha nə olsa polisdən qaçış eləmirik biz daha. Yəni mən daha polis qaçış eləmirəm. Nə olsa bilirik bunun növünü. Bir dənə də drift var. Çox drift nətər? Drift yaxın zamanda bunu drift maşını mən də eləyiblərəm amma istəsəm. Çünki bunu istəsə də o yar yer. Nissan Silvia'ya drift bile yarayabilir bəlkə. Bu Tech Android Games var, mənim bir dənə YouTuber'ım. O deyəsən bütün maşınları bilir ha. Onun sayəsində bəlkə mən maşın adını öyrəndim. Nissan Silvia deyilən nədən də bir at. Elə ki bir atdan ha o. La Ferrari mən nə olsa bilirdim, BMW X5'i də bilirdim, Toyota Trapo'yu da bilirdim. Bir dənə o məsələsin adını çox bilmirdim yəni. Onları hesaba qatmadım mən. Çox driftinə tərdi. Tabii bax, təzə maşın, yeni maşın alanda bu xatirələri düzəltməliləri. Allah ki, bax. Onu sevmədiyim şeydir. Baş-başa niyə eləyirsən ona? Həkim bilir, ora gətirdi bizə. Bizə bura gətirdi. Ha, bu qaraja gətirdi bizə. Doğruca bu qaraja gəldi. Yenə hava limanına doğru gəlmə. Bunun bir dənə driftinə baxım görüm nə tərdir. Hər kilik güncələməmizin ilk maşını idi ha bu. Arda gələsi yox çünki 4 dənəsini hızlıca mən alacağım. Abbas ağanın da mənim də artıq bu maşına sahib ol. İkimiz də bu maşına sahib ol artıq. Birazdan elə bir ki oruç da vaxtı, yəni iftar açasıyam. Ona qədər deyim birazcık oynayayım. Yəni bu maşını almam mənə də bir şərəf göstərdi ha. Aldım. BMW X5 kasanı da alacağım yani. 150.000 kriptonu bir dənə tasağa ilə güzel online'da kasa və ardından onu da alacağım. Hələ Mercedes var, Toyota'nın Trophy var. Çox maşına sahib olması yox biz. Çox maşına. Çox sürükləməyə 5000 alsaq qazanırıq ha biz. Yəni 5000 alsaq qazanırıq. Ekstra. Fikirləşin də bəlkə biz maşından stadyuma belə başlaya bilərik. Baxacaq driftinə tərdi da elə. Maşının drifti yaxşıdır ki, mən maşını bəyəndim. Drift də yaxşı. Yəni bir dənə 5000-ə gələk görək 5000-ə. Hədəfimiz 5000-dən alsaq əla.
Aha, aha, aha. 6 min bu 6 minə gəldik. Aha. 12 min eləmişdim mən rəsmən orada. 12 min nə? Daha da betər oldu ama. Daha da betər oldu. Polis maşını da yoxdur burada. Artıq şəhərə gedək. Və orada qərarı açıqlayayım. Bəlkə bir gün bu maşınla bərabər stadyumda oynamaya başladıq artıq. Yəni stadyuma da girəsi yox. Uzun bir zaman sonra stadyumda olacaq yəni bu maşınla. O fikir var. Bu arada hər şeyə həlləcəm. Bir dənə bu yeni ev. Keşke bu yeni ev gəlib pul olmasaydı. Baxa bu yeni evi gəlib pula qoy da keşke mən ev ala bilsəydim. Abone olub çox rahat ala biləcəm mən onu da. Yəni o da var mənim işin ucunda. Abone olsanız tez zamanda yeni ev də gəlmiş olar. Mənə sizə söyləməsi. Məndən bugünlük bu qədər. Yeni maşını inşallah sevdiniz. Sonraki videolarda görüşmək üzrə.